Salam əziz dostlar, mən sizə bugün öz PlayStation 4-də olan oyun kolleksiyamdan, oyunlardan göstərib məlumat vermək istəyirdim. Əgər maraqlı olsa, davamını da çəkərəm, davamı da gələr. Və başqa kolleksiyalarda eyni qaydada PSP Vita, PlayStation 5, PlayStation 3 olan da kolleksiyalarımı maraqlı olsa onlar haqqında da çəkib videolar paylaşarım. Başlayalım bugün bu hissədən oyunlardan sizə göstəreyim və məlumat verim. Əgər maraqlı olsa, daha sonra oyunlar haqqında daha geniş məlumat verərəm mən sizə. Mən ən çox hansı ki keçəcəyim, sonuna qədər keçəcəyim oyunları kolleksiyasını yığıram. Hansı ki, yəni sırf kolleksiya üçün oyunları alıb tökmürəm mən bura. Oyunları oynayıb, onları sona qədər bitirəcəyim oyunların kolleksiyasını yığıram. Başlayır kolleksiyam. Demək burada başlayır. Bunu da götürüm, çünki tamamlayım. Hitman 2. Pis oyun deyil, yəni bildiyimiz Assassin oyunu, Muzlu Qatil. PlayStation 2'də də mən bunun Hitman seriyalarından oynamışdım, 3'də də oynamışam, yəni keçmişəm axıra kimi. Yəni super wow bir oyun deyil mənə görə, təbii ki. Normal oynamağa dəyər. Dalınca gəlir Hitman 3. Bunu hələ mən oynamamışam. Ona görə məlumat verə bilmərəm tam. Amma yəni oynayacağam mən bunu, çünki hələ ki başqa oyunlar oynayıram. Bu dizidələ planlarım. Dalınca gəlir Infamous Second Son. Ola bilər mən ingilis dilində tam düzgün tələffüz edəməyəm. İngilis dilim mənim zəifdir. Mən aslında oyunların hamısını çalışıram rus dilində alım, rus altyazı ilə ya da rus polnustu, yəni o şey səsləndirmə ilə, azvuçka ilə necə deyirlər. Maraqlı oyundur, pis deyil. Bir tipajı oyunun adama Spider-Man'i xatırladır. Yəni oyunda biraz olanda biraz qrafika cəhətdən, biraz şəhər cəhətdən pis oyun deyil, yəni oynamağa dəyər. Və bunun dalınca gəlir Infamous Pervasivate. İngilis dilində nəsə like belə idi adı. Yəni bu bunun doполнениyaсıdır. Yəni elə böyük oyun sujet xətti yoxdur. Birin necə deyirlər doполнениyaсы əlavəsi kimidir. Oynamağa dəyər, ikisi də pis oyun deyil, yəni məsləhətlidir, oynaya bilərsiniz. Yəni qısa sujet xətti var. Necə deyirlər 1-2 günə, yəni oynayıb keçmək olar. Yəni əgər mənim kimi işdən sonra oynayırsa 2-3 gecəyə oynayıb onu bağlamaq olar. Ardınca gəlir Mad Max. Yəni bu çox gözəl oyundur. Deyərdim ki, bu qədri bilinməyən oyunlardan biridir. Yəni oyuna elə də göründüyü qədər qiymət verilməyib, amma çox gözəl oyundur. Həm qrafika cəhətdən, çıxdığı vaxtlarına görə həm qrafika cəhətdən, həm açıq xəritə, heç bir həm əlavə missiyalar, həm əsas sujet xəttində olan missiyalar heç biri necə deyirlər bir-birinə bənzəmir, monoton deyil. Ona görə oynamaq məsləhət görürəm. Yəni çox gözəl oyundur. Yəni mənim çox bəyəndiyim oyunlardan biridir. Ardınca gəlir Uncharted seriyasından PlayStation 4-də məndə hal-hazırda olan Uncharted 4-dür. Əlbəttə ki, çox gözəl oyundur. Tomb Raiderlərdən, Lara Croft'dan sonra bu oyun Lara Croft'u necə deyirlər öldürdü. Həmişə macəra oyunu Lara Croft bəyənilirdi PlayStation 2-də, 3-də, amma bu oyun Uncharted-lər çıxandan sonra, PlayStation 3-də çıxandan sonra ən əsası da Uncharted 2, 3, yəni çox gözəl həm sujet xətti var idi, həm qrafikası yaxşı idi, ardınca da eyni qaydada 4. Bunlar Lara Croft'ları necə deyirlər kölgədə saxladı. Gözəl oyundur, oynamağa dəyər. Bu oyun məndə bəyəndiyim oyunlardandır. Məsləhət görərdim ki, oynayasınız. Ardınca Uncharted Utraçın Naslediya. Bu Uncharted 4-ün bir tipaj əlavəsi, doполнениyaсıdır. Bunu da oynamağa dəyər. Pis deyil. Qısa sujet xətti var, maraqlıdır, oynamaq olar. Ardınca gəlir Sleeping Dogs. Bu da çox gözəl oyundur. Bu oyunu mən çox bəyənmişdim. Bu da qədri bilinməyən oyunlardan biridir. Açıq xəritədir. Bir tipajı, yəni GTA kimidir. Amma yəni maraqlıdır. Çünki burada necə deyirlər, əlbəyağa döyüş səhnələri var. Həm də Rise of Honoru xatırladır PlayStation 2-dən. Necə deyirlər, Jet Li-nin oyunu. Yəni bu oyunu mən çox bəyənmişdim. Məsləhət görərdim ki, oynayasınız. Sonra gəlir Deadpool'un oyunu, Marvellərdən. Mən Marvel həvəskarı olduğuma görə Marvel DC. Mən bu oyunları xoşlayıram. Süper qəhrəman oyunlarım. Deadpool'un oyunudur. Kolleksiya üçün çox gözəldir. Həm kolleksiya üçün, həm çox çətin tapılan oyundur. Yəni hal-hazırda yəni satış məntəqələrində yoxdur. Ancaq əldən tapmaq olar. Kimdəsə yaxşı qalanı, pis qalanı, amma yəni qiyməti də heç ucuz deyil bu oyunun. Yəni kolleksionerlər üçün çox gözəldir. Hal-hazırda bu yəni mən Sankt Peterburqda qaldım. Hal-hazırda burada bunun qiyməti ən yaxşı halda 15.000-20.000 civarındadır rublundan. Bizim puldan hardasa 350-400 manat pul eləyir. Oyunun da sujet xətti qısadır, maraqlıdır. Bildiyimiz Deadpool, həmişə kimi komik, dalaşan, necə deyirlər, qırışan, söyüşən hamı ilə çox maraqlı oyundur və digər personajlar da var burada. X adamlardan var, məsəl üçün Rossamachası var, Wolverine belə deyək. Və Cable var, digər personajlar çoxdur burada X-Men-dən. Oynamağa dəyər, məsləhətlidir. Avengers həvəslə alıb və heç bəyənmədiyim oyun, missiyaların hamısı monotondur. Çox həvəslə almışdım bu oyunu çıxanda, amma yəni heç bəyənmədim. Düzdür, keçdim axırına kimi, amma bir tipaj personajların üz cizgiləri burada qoca kişi, nə bilim, Qaradulun da Black Widow. Onun sifətini burada Palaşka kimi veriblər. Digər yeni personajlarda elə Thor qoca dayı oxşuyur, nə bilim, yaşlı kişi oxşuyur. Ona görə yəni məsləhət görməzdim oynamada. Çünki maraqsız oyundur, darıxdırıcı. Maraqlı oyunlardan Batman Riddler Arkham Kings gedir, səhv eləmirəmsə ingilis dilində adı. Çox maraqlı oyundur, çox gözəl oyundur. Mən bu oyunun əlavə polnustu keçmişdim 100%-la. Missiyalar heç biri darıxdırıcı deyil, çox maraqlıdır, oynamağa dəyər. Eyni qaydada ardınca Batman-lə deməli bunun içində 2 oyun var.
Batman Arkham Asylum, Batman Arkham City. Pis oyun deyil, yaxşıdır. Yəni Batman'in bir əvvəlki versiyaları maraqlıdır. Komik severlər üçün yəni əla seçimdir. Ardınca Spider-Man, The Amazing Spider-Man 2 gəlir. Pis oyun deyil, yaxşı oyundur. Süjet xətti maraqlıdır, qısadır, qısa və maraqlı süjet xətti var. Amma açıq xəritədə əlavə missiyaları çoxdur. Və eyni qaydada da kolleksiya üçün çox gözəl diskdir. Yəni satışda yoxdur bu da, direkt tapılan oyunlardandır. Satışda da tapanda, yəni bizim pulundan hardasa 80-100 manat arası burada yəni belə qiymətdədir. Hələ daha baha. Yəni mən minimum dedim. Yəni məsləhət görürəm, oynayarız, yaxşı oyundur. Spider-Man 1 bəyəndiyim oyunlardandır. Bu da çox gözəl oyundur. Yəni necə Comics Marvel həvəskarısınızsa, Marvel DC, yəni bu oyunu çox bəyənəsiniz. Eyni qaydada Batman kimi. Çox gözəl oyundur. Əlavə missiyaları, xəritə, hər bir şey qrafik cəhətdən oynamaqda məsləhət görürəm. Ardınca Spider-Man Miles Morales. Bu bir növ doполнение kimi yenə deyərdim. Spider-Man 1-in əlavəsi kimi. Süjet xətti qısadır. Açıq xəritədir. Eyni qaydada da yəni maraqlıdır. Yəni pis deyil. Oynamağa dəyər. Guardians of Galaxy. Bu da pis oyun deyil, yaxşıdır. Yəni wow oyun da deyil, amma pis də deyil. Oynamağa dəyər. Marvel həvəskarlarından yəni 100% xoşuna gələcək. Növbəti oyun mənim Sega'dan bəyəndiyim, daha sonra PlayStation 2-də üstə həvəslə oynadığım oyunlardan, daha doğrusu yəni qonaq gələndə eləyəndə kampaniya ilə oynadığımız, həvəslə oynadığımız oyunlardan biri Черепашки Ninja Turtles Mutant Manhattan. Çox gözəl oyundur. Qısa süjet xətti var. Yəni elə böyük süjet xətti yoxdur. Amma yəni çox maraqlı oyundur. Plus kolleksiya üçün də çox gözəl diskdir. Satışda yoxdur. Tapılmayan disklərdəndir. Yəni bunun da qiyməti necə deyirlər, 150-200 manat arasıdır. Oynamağınızı məsləhət görürəm. Çox maraqlı oyundur. Ardınca gəlir Transformer PlayStation. Bu da eyni qaydada komik sevərlər üçün, Transformer sevərlər üçün, Transformerin multifilmi ilə necə deyirlər, animaları ilə böyüyən pokoleniya üçün belə deyək, çox maraqlı gələcək oyunlardan biridir. Bu da personajlar, köhnə personajlardan da var, maraqlıdır. Qısa süjet xətti var, oyun elə böyük deyil. Yəni amma oynamağına yəni çox dəyər, çox bəyənəsiniz. Bu da yenə eyni qaydada kolleksiya üçün red tapılan oyunlardandır. Bunda qiyməti deyərdim ki, 150-200 manat arasında belə bir qiymətdədir, yaxşısı. Çox gözəl. Kolleksiya üçün həm çox gözəldir, həm də oynamaq belə, nostalgiya yaşamaq üçün çox gözəl oyundur. Məsləhət görərdim. Ardınca gəlir bildiyimiz Mortal Kombat seriyaları. Bu ən yaxşı 2 nəfərlik evdə qonaq olanda oynamaq üçün. Mortal Kombatların mən süjet liniyalarını belə deyək, elə də bəyənmirəm. Düzdür, oynamışam, keçmişəm. Yəni mənim üçün o qədər də maraqlı deyil. Bu ən çox 2 nəfərlik oynamaq, fatality eləmək həmişə kimi mən səni öldürdüm, sən məni öldürdün. Yəni oyun üçün maraqlıdır. Ardınca Lego seriyasından 2 dənəsi var məndə. Lego Super Heroes. Yəni bu komiks sevərlər üçün maraqlıdır. Yəni wow, super oyun bir deyil. Komiks xoşlayanlara maraqlı gəlir. Personajlar çoxdur. Komiks seriyalarına biraz uyğundur. Yəni komiks sevərlərə yəni bu oyunlar maraqlı gəlir. Eyni qaydada DC-dən, super vilyanlardan, bu da eyni qaydada personaj xoşlayan, komiks xoşlayan insanlar üçün maraqlıdır bu oyunda. Yəni belə, wow, super oyunlar deyil, amma oynamaq üçün belə, boş vaxtımız varsa baş qatmaq üçün yaxşıdır. Bu günlük bu qədər. Əgər maraqlı olsa, ikinci hissəsini çəkərəm, paylaşaram, göstərərəm oyunlarını sizə. Hələlik.